9 illik bazadan kolleclərə qəbulun 11 illikdən fərqləri. 4 əsas fərqi sizə təqdim edirik. Birinci fərq. 9 illik baza natamam orta təhsil hesab olunduğu üçün əvvəla tam orta təhsilə tamamlanır. Yəni 10-11-ci sinifdə keçirilən fənlər tədris olunur. Bu səbəbdən təhsil müddəti 11 illiyə nisbətən daha uzundur. İkinci fərq. Qiyabi təhsil forması yoxdur. Üçüncü fərq. Tibb ixtisaslarına qəbul həyata keçirilmir. Çünki bu ixtisaslar daha çox məsuliyyət və bacarıq tələb edir. Dördüncü fərq. Yalnız bir özəl kollec, Bakı Biznes və Kooperasiya Kolleci 9 illik bazadan qəbul həyata keçirir. Digər özəl kolleclər, Odlar Yurdu, Bakı Avrasiya və Qərbi Kasp Universitetinin orta ixtisas pilləsi isə yalnız 11 illikdən qəbul həyata keçirirlər. Bildiyiniz başqa fərqlər varsa, şərhlərdə qeyd edə bilərsiniz.